Əziz analarım, mən də sizi salamlayıram. Zəfərimizi yazan, qələbəmizi çalan oğulların analarım. Mən şəhid analarına həmişə o gözlə baxıram ki, mənim özüm öz anamda şəhid anası. Onlar evlatlarının bu dünyada yaşayan varlıqlarıdır. Şəxsiyyət göstərirlər. Şəhid analarına baxanda bir qazan görmür onları. Ama onlar şəhidlərimizdir. O bir şəhidimizdir, o bir şəhidimizdir, o bir şəhidimizdir. Bəzən deyir şəhidlərimizin ruhu şaddır. Ama şəhid analarının ruhunu şad edə bilmirik, könlünü şad edə bilmirik. Şəhid analarımızı, şəhidlərimizə qoyduqlarımız hörmətli şəhidlərimizin analarına qoyar, ailələrinə qoyar, valideynlərinə qoyar, uşaqlarına qoyar. O zaman şəhidlərimizin az da olsa xəcalətindən necə yerlə çıxarılır. Onların haqqı onsuz ödənməz. Mən 92-96-cı illərdə 18 yaşında Sumqayıt Dil Məktəbini bitirən kimi özüm Cəbrayılıyam. Cəbrayıla gedəndə dönərkən hələ evimizə getməmişdik. Rayon mərkəzində bizə həqiqətən qanun döyüşlər gedirdi. Getdim elə diplomu qoydum, pasportumu qoydum. Dedim mən lazımsa fizisi kimi, mən də qırmızı diplomla işlemişdim. Heç etiraz etmədən getdim. Və bir neçə gündən sonra mən də müharibəyə çağırdılar. Müharibə kənardan görünəndə adı olur ki, müharibədə gedib bir yaralı olur, bir şəhid olur, ancaq buradan gedən canlıdan, axan qanı belə düşünmək biraz o görəndən sonradan dərk edir. Biz onu gedib görəndən sonra, qanlı döyüşlərə girəndən sonra, həmin döyüşlərə qədər mən müharibəyə gedənə qədər mən emin olun, əmin olun, şəhid olub gətirilmişdi. Hərəsində tabutun açmağa qoymamışdılar, biri frankamyotla vurmuşdular, biri də minaya düşünür. Hərəsinin bir patikası, bir qolu, biraz da paltarından bir tikanı bastırmışdı. Və bir neçə igid oğlanlarımız qanaxmadan şəhid olmuşdu. Mən dedim ki, mütləq mən müharibəyə qatılmalıyam. Öz torpağımdır, öz yerimdir, öz yurdumdur, bunu eləməliyim. Və 96-cı ilə qədər mən o vaxt tələbə də oldum, imtihan vermişdim, həkim olmaq istəyirdim. Gedib onların bir dənə test var idi. Onda qruplar yox idi, bir var idi. Onda hüquq fakültəsinə qabul olmuşdum. Məktəbi yalnız saxlayıb müharibəni tamam etdim. Müharibədərkən nələr gördüm, nələr yaşadım. Mən bir adam bir şəhid görər, bir yerin bir şəhid olar. Mənim qardaşım bir şəhid oldu. Eyni hərbi hissədən qardaşından, qohumlarımızdan. Mən yüzlərlə şəhidliyim. Yüzlərlə şəhidin iki adım eləyəndə, son yardımını eləyəndə mən onların qanlarını üzərində tökülür, saçma tökülür, paltarına tökülür. Mən heç bir zaman onların qanını verib, suyla qarışdırıb sürüklədim. Onların həmin paltarlarını çıxardıb bastırdım. Koyun maddelerinin arasına, adların arasına bastırılır ki, burada müqəddəs alır. Şəhidin qanunun, şəhidin adının, şəhidin özünün nə qədər müqəddəs olduğunu mən müharibədən sonraki illər, 33 ildir ki, müharibə, birinci Qarabağ müharibəsi bitti. Amma 33 il mən o yaşadıqlarını yaşandım. Qalan ömrün hissəsi, qalan hissəsi, həmin müharibədə olan yaşadığım illərin uzantısı oldu. 44 günlük müharibədə də mən ehtiyat olan müharibəsi kimi şahidçiydim. Sağlığım yetirəsindən bir neçə gündən sonra mən bir geri qaytarlar özüm arxaca qədər işlədim, hospitalda xidmət edim. Amma müharibə biz gənc dövlət olduğumuz üçün müharibə xofu da, müharibənin qorxusu da, müharibənin vurduğu zərbələr də hər bizdən getmir. Bəlkə də 100 ildən sonra, 150 ildən sonra gedərlər. Necə ki, Çanakkala döyüşü oldu, Türkiyə 1923-cü ildə Respublika oldu, hələ indi də onu fəxrlə deyirlər. Bizdə də 100 illərlə bir vaxt olacaq, heç bir il olmayacaq. Amma ki, şəhərlərimizin adı əlbəttə olacaq, gedəcək. Biz 30 il müddətində həm azad Respublika oldu, həm işğal oldu ərazilərimiz, həm işğaldan azad olundu. Həm dünyaca ünlü, dünyaca məşhur, dünyaca öz qədrini, milli dəyərlərini, ondan sonra öz xalqıyla bağlı yeganə respublikalardan. 30 il müddətində, 35 il müddətində bunu eləmək çox çətindir. Amma biz bunu bacardıq. Bizim xalqımız qəhrəman xalqdır.
hərbi forma giyən uşaqlarımız, əllərində şəhər şəkli çəkilən gələn uşaqlarımız, onların qan yoldaşına yazılmış şəhərlər də, müharibə də, vətəndə xalqda, onlar heç bir zaman, onların evlatları da, onların düşdüyü ailələr də heç bir zaman nə şəhərləri unutmayacaq, nə xalqı unutmayacaq. Bura Bayraq Muzeyinə gəldiyim mən çox sevindim. Gözəl bir muzeyimiz var, şükürlər olsun. Mən müharibə veteranları, qadınlar birliyi, ictimai birliyinin sədri var. Orada bizim xanımlar var. Demək, 88-ci ildə meydan hadisələri zamanı, azadlıq meydanına gələn zaman onlar deyirlər ki, onlarla sizi tanış edərəm, onların gözəl xatirələri var. Gündüzdə gelip bayraq meydanı, gecelər işıqları, kafaları söndürüldü, lampa işıqlarını bir pəncərələrdən qara pərdələr vurdu ki, kənardan milislər görüb gətirdiğini tutmasın. Bayraqlar tikilirsə, hərəmizin qədər 50 dənə, 80 dənə, 100 dənə bayraq tikildik, aparı verdik meydanda olanların əllərinə ki, bizim bayrağımızı görsünlər, bu əsl bayrağımız. Axır, Sovet dövründə bizim bayrağımız başqa cürüydü, qırmızıydı, altdan balası bir görsət vardı, ora çək. Amma üç rəngli bayrağımızı 88-ci ildə bizim xanımlar yerində döyüş meydanlarına, azadlıq meydanlarına çıxardılar. Günəş, mən sizə çox da Esmirə xanım təşəkkür edirəm. Həmi neçə vaxtdır, neçə tədbirlər oldu, mən Esmirə xanıma zəng gəlib, Esmirə xanım tədbir filan rayondayım, şəhər tədbiri var, filan rayondayım, şəhər tədbiri var. Yenə qaçıram, sabah Astarya, oradan Lənkərana. Mən sizə dedim ki, Esmirə xanım, Azərbaycan xəritəsini çəkirsiniz, oradan. Sizi təbrik edirəm, sizi kimi vətənpərvər xanım, sizi kimi dəyərli xanım, Azərbaycanda sayı çox olmalı. Sumqayıt şəhid anaları, bilirəm ki, Esmirə Günəşin qadın, Aydın Hacıyevan da, adını çox gözəl bilirlər. Hər bir şəhid anasının ailəsinə getmək, onların şəhidləri haqqında kitablar yazmaq. Hətta Rənə xanım var, o dedi ki, mən onları dədiləşdirirəm, bədii formada. Konkret bir mövzu üzərində yox, bədii formaya da salmaq lazımdır. Esmirə xanım, sizə həmi bu cür görüşü təşkil etdiyimiz üçün, həmi vətənpərvərliyiniz üçün, hər tərəfli vətənpərvərliyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Vaxtınızı aldım. Sağ olun. Kiçik bir açıqlama vermək istəyirəm. Ürəyi yanan şəhid bacılarımız çoxdur. Amma bir çoxu acısının içində yaşayır. Bir çoxu da öz çabasıyla çalışır ki, onun da qardaşını unutmasınlar. Səkinə xanım məhz 90-cı ildən bu yaranı ürəyində yaşadı. Mən şəhid bacısıyam deməyə utanan xanımlardandır. Baxmayaraq ki, özü də həmin döyüşlərdə olub, baxmayaraq ki, sırf şəhidlərimizi yaşatmaq üçün, onların ailələrinə təsəlli olmaq üçün əlindən gələn idi. Amma söhbət özünün qardaşından gələndə biraz o, necə deyil, utanır desin ki, mənim də qardaşım şəhiddir. Mən belə başa düşürəm ki, o xalqından gözləyir. Unutmasın deyə gözləyir. Şəhidlərin adı çəkiləndə onun da şəhidinin adını çəksinlər deyə gözləyir. Və mən də arzu edirəm ki, ilindən döyüşündən asılı olmayaraq bütün şəhidlərimiz yad olunsun, heç biri kölgədə qalmasın. Sonunda istəyirəm ki, siz şəhid qardaşınızın adını, soyadını deyəsiniz, tanımayanlar da tanısın. Qısa bir haqqında da məlumat verəcəm. Mənim qardaşım əskərdir, könüllü əskərdir. Kəndimizin elə bütün cəmaatı könüllüydür. Hamısı 60 yaşında, 65 yaşında kişilərdən tutmuş, 15 yaşında uşağına qədər kanun növbəylə gedir. Mənim qardaşım könüllü əskərdir. Səfərbərlikdən xidmətə çağırılmışdı. Bizdən elə yerdə yaşayırdıq ki, bizim dağın o tərəfi erməni kəndləri, o tərəfi biz kəndləri. O dağın bütün başı əhatə olan hamısı səngərdir. Səngərlərdə durur. Biz erməniləri o tərəfdən gözləyirik. Amma ermənilər qoşunlarla həmin dağ tərəfdən gəlir, həm də kəndin altı ilə gəlir. Köprü var, köprüdən gelirlər kəndə. Kəndin bütün əhalisi kənddə olar. Böyük kəndlərin çoxu heç bir çıxmır. Kim özünün var dövlətini, zəlzələ olanda qaçırıq həyətə. Ana torpağını qoyub. Qaçırıq ki, yuxarı ki, nə var oturmuşlar. Bax, eləcə qardaşım ki, görür ki, uzaqdan dağın başından ki, ermənilər artıq köprü tərəfdən gəlib cəmaatı vuracaq. 6 nəfər
Qardaşım düşür, 6 nəfər döyüşçü gedir. 6 nəfərin 4 dənə avtomat olur. Bir dənə qardaşımda plan yox olur, 3 nəfərdə ki, avtomat olur. Avtomatından sonra dedilər ki, bizim mağazini təşkillə götürür. Tapşırırlar bir-birinə ki, kim öldü, tez onun o saatı davam etdirir. Heç kim orada qoyun gedirlər, qoyun gedirlər. Məqsəd o idi ki, qardaşım gəlir. Deyim ki, sizə, yəni bunu danışmaqda məqsəd nədir? Onların məqsədi o idi ki, hay-küy yaratsınlar, səs-küy eləsinlər, kəndin cəmaatı xilas ola bilsin. Kəndin körpüsündə gəlirlər, ermənilər gələndə atışmalar başlayır. Kəndin cəmaatı duyub düşür, birazı dağa gedir, birazı padvallarda gizləyir, birazı quyuda, birazı nə bilim, üzüm bağlarında hər tərəfə darmadağın olur. Amma buna baxmayaraq bugünə qədərdən mənim qardaşım qarışıq, həmin 6 nəfər əsgərdən heç bir məlumat yox. Ermənilər onu şəhid elədi, sonra heç onların meydini də vermədi, cənazəsini də heç bir dedilər ki, mümkün deyil, bunu sizə nə qədər versəniz vermədi, adam soyladılar. Mənim qardaşım Həmidov Şəmsi Məhəmmədov 1967-ci ildə Cəbrayılın Dağ məskənində anadan olub və şəhid düşüb elə həmin yerdə də toplu məzar olaraq həmin yerdə toplu məzarları var. Hələ məzarları açılmıyor, bulunan yerlər açılmıyor, minalar şəhidlərimiz. Eyni zamanda kəndimizin 54 dənə şəhidi var, onlar da bir şəhid. Allah şad olsun, Allah sizə səbir versin, dözüm versin və bundan sonra şəhidlərimizin adını çəkəndə siz də Qəhrəman şəhidimizi yad edəyərik, daha yaxından tanımış olduq. Təşəkkür olun.